İranın regional strategiyası və qurduğu müqavimət hərəkatı zəiflədiyi dönəmdə Cənubi Qafqaza dair siyasətində dəyişikliklər sezilir. Paralel olaraq İranın daxilində hərbi və siyasi elitada ciddi narahatlıqlar ictimaiyyətə də təsir edir və hakimiyyət üçün ciddi təhlükələr yaradır. Bütün bunların fonunda regionda Azərbaycanın nüfuzu isə getdikcə artır. Şərhçilərin fikrincə İran bunu özünün hazırladığı ideologiyaya qarşı ciddi təhlükə kimi görə bilər. Bəs belə olan halda İran Zəngəzur dəhlizi ilə bağlı niyə güzəştə getməyə hazırdır? Analitiklər hesab edirlər ki, İran Azərbaycanla əməkdaşlığa və Zəngəzur dəhlizi ilə bağlı yaranan formatda iştiraka gələcəyi üçün fürsət pəncərəsi kimi baxır. Ona görə də Məsud Pezeşkiyan səfər zamanı bundan əvvəlki ritorikalardan fərqli olaraq Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın xeyrinə olan bəyanat səsləndirmiş oldu. Ermənistanın da bu məsələdə narahat olması təbii ki, İranın Ermənistanla əməkdaşlıqdan çox Azərbaycanla əməkdaşlığa üstünlük verə biləcəyinin bir işarəsi kimi başa düşülməlidir. Digər tərəfdən İran öz ərazisindən də Naxçıvana marşrut təqdim edir. Amma burada bir məsələ var. Azərbaycan hələ çox şeyə tələsmir. Ona görə ki, İran öz ərazisindən Naxçıvana keçid verməklə onu öz strateji məntiqinin daxilində inşa etmək istəyir ki, Azərbaycan da bu məsələdə hələ İranla tam yekun razılığa gəlməyib. Ona görə də Azərbaycan üçün əsas prioritet, əsas məsələ Zəngəzur dəhlizidir. İranın da razılığın alınmasından sonra, beynəlxalq güclərin də Azərbaycan dəstəyinin ifadəsindən sonra Zəngəzur dəhlizinin açılması gec ya tez qaçılmaz olacaq. Ermənistan artıq izolyasiyadadır. Bu baxımdan da onun geosiyasi mübarizələrin poligonuna çevrilməsi və manevr imkanlarının daralması fonunda narahatlıqları başa düşüləndi. Ümumiyyətlə, Azərbaycanla İran münasibətlərində irəliləyiş baş verdikdə bundan ilk növbədə Ermənistan narahatlıq keçirir. Çünki İran uzun illər ərzində davamlı şəkildə Ermənistana dəstək olub, onun iqtisadi blokadadan çıxmasına köməklik göstərib. Bəzi məqamlarda isə İrəvanın maraqlarından çıxış edib. Tehranın bugün Bakı ilə münasibətlərin inkişafı istiqamətində atdığı addımlar təbii ki, İrəvanda narahatlıqlar yaradıb. Bu hala ötən ilin sonlarında Azərbaycanla İran arasındakı hərbi təlimlər zamanı da şahid olduq. İndiki vəziyyət isə görünür daha böyük narahatlığa səbəb olub. İndi də Pezeşkiyanın Azərbaycanla bağlı xoş sözlər işlətməsi, eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində bunun Ermənistanın maraqlarına cavab verirsə, yolun açılmasına etiraz etmirik kimi bəyanatlar səsləndirməsi faktiki olaraq burada məsuliyyət yükünü Ermənistanın üzərinə qoyur. Yəni, dünənə qədər Ermənistan bu və ya digər şəkildə asılı olduğu İranın maraqlarını da müdafiə etmək məcburiyyətində idi və İran aktiv şəkildə Zəngəzur dəhlizinin açılmasının əleyhinə mövqe sərgiləyirdi. Amma Pezeşkiyanın bu istiqamətdə az da olsa müsbət mesaj verməsi təbii olaraq Ermənistan daxilində narahatçılığa səbəb olub. Bəs bu mesaj Ermənistanı Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımlar atmağa məcbur edəcəkmi? Siyasi təhlilçilər düşünürlər ki, indiki halda bunu etmək çətindir. Çünki İranda bütün qərarlar Məsud Pezeşkiyanın mövqeyindən asılı deyil. Bu səbəbdən də Pezeşkiyanın Bakıya səfəri Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşmasını Ermənistana təzyiq kimi qiymətləndirmək düzgün məntiq deyil.